Hypek son 30 ildə inkişaf edən və hələ də etməkdə olan bir metoddur. Qarın boşuna yayılmış şişlərin müalicəsində istifadə olunur. Amma hələ də təəssüflər olsun ki, vahid protokol olaraq 100% bir xəstəliyi həll eləmir. Amma xəstəliksiz sağ qalım, bir də ümumi sağ qalım anlayışları ki var, bunları uzadan o xəstəliklərdə tək faktordur. Hypek özü nədir? Hypek özü kimyoterapiyanın qarın boşluğuna isidilmiş temperatur ilə 39 ilə 41 dərəcə arasında vermə prosedurudur ki, hansı ki biz də öz təcrübəmizdə bunu istifadə edirik. Ən çox müvəffəq olduğumuz xəstəliklər yumurtalıqdan qaynaqlanan qarın boşluğuna yayılan xəstəliklərdir. İkincisi isə yoğun bağırsaqdan qarın boşluğuna yayılmış şişlərdir ki, bunu peritoneal kanseromatozis adlandırırıq. Peritoneal kanseromatozis varsa xəstəlikdə bir şiş olduğu ocaqdan qarın boşluğunun ön divarına, periton zərinə yayılıbsa, biz bu xəstəni hazırlayırıq. Müəyyən indekslər var orada. Əgər bundan fayda görəcəksə, əməliyyat öncəsi kimyoterapiya veririk. Daha sonra isə xəstəni əməliyyata alıb, əməliyyatda hər bir şeyi təmizləmək şərti ilə bu kimyanı qarın boşluğuna veririk. Həm maddi olaraq, finans olaraq, həm əziyyət olaraq, həm fəsadlara açıq olaraq çox yorucu bir prosedurdur. Xəstələr böyük ümidlə buna gəlirlər ki, biz bunu edək. Amma dediyim kimi, yalnız seçilmiş xəstələrdə bu xəstələr bundan çox ciddi fayda görür. Yəni, hətta xəstəlikdən az da olsa qurtulma ehtimalı var. Amma burada xəstə seçimi önəmlidir. Burada izolə qarın boşluğuna yayılmalıdır, şişlərin hamısı çıxmalıdır. Bununla bərabər isə həmin isti kimyoterapiyanı xəstə qarın boşluğuna vermək olar və bu qrup xəstələrdə fayda görər. İstinilmiş kimyoterapiya harasa dəqiqədə 2 litr, 4 litr cihazdan cihaza dəyişir, protokoldan protokola dəyişir. Həmin mayenin içində xüsusi kimyoterapevtik agentlər qarın boşluğunda 1 saat müddətində və ya yarım saat müddətində verilə bilir. Burada məqsəd əgər xəstənin başqa üzvündə, yəni döş qəfəsində, sümükdə, başqa bir yerdə metastaz yoxdursa, izolə periton dediyimiz yerdə metastaz varsa, birbaşa kimyoterapevtik agentlərin, dərmanların, molekulların şiş hüceyrələrinə, şişlə zəngin orqanlara təması nəticəsində həm də isti ilə birlikdə olaraq onu dağıdaraq təsir etməsindən ibarətdir.